Nəhayət o məşhur Cedric Grulet desertlərindən bugün mən də dadıram. Üstəlik tək deyiləm, bacımla bir yerdə. Hello! Başlayaq. Sən hansının dadına baxmaq istəyirsən? Mən çiyələk istəyirəm. Mən limonu. Sizcə bunlara nə qədər ödəmişik? Rəylərdə öz təxminlərinizi yazın. Şimdi belə içərisinə çiyələkli jeli axır və çox dadlıdır. Xam ki dəyişdirək. İçərisi biraz turş məzədir. Bu da dadlıdır. Növbəti Cedric Gruletimiz fıstıqlıdır. Pistachio. Ortasında nəsə var ama. Hə, var ortasında gözəl. Ortasında fıstıq dənələri var. Armudlu. Üstü xırçıltılı, içərisi isə kremli və kremlər meyvənin öz aromatını verir. Dəyişdirək. Ha, bu lap əriyib gedir ki. Armudlu da qəşəngdir. Amma mən limonu çox bəyəndim. Bir də çiyələyi. Çünki onlar turş məzə idi. Bunun içərisi Dubai şokolatı dadındadır. Fıstıqlı. Birinci çiyələklini bəyəndim. İkinci də limonunu bəyəndim. Mən çiyələklini bəyəndim çünki həqiqətən də çiyələk aromatı gəlirdi. Bir də fıstıqlını bəyəndim. İçərisi Dubai şokolatının dadını verirdi. Fıstıqlı da yaxşı idi. Digərləri də pis değildi amma bu ikisi. Bir də ki onu deyim, biz Melamor'dan aldıq. Melamor'da çeşid az olduğuna görə bu 4 çeşid aldıq. Moruqlu falan olur, mən görmüşəm. Ümid edirəm bir gün onlarda dadarıq. Videomuzu bəyənməyi, rəyinizi yazmağı və bizi izləməyi unutmayın. Növbəti videolarda görüşənə dək.